Salam dostlar, mənim adım Ayşəmdir. Mən 70 nömrəlisin, 3-cü sinif şagirdiyəm. Bugün qəhrəmanlarımızın buyurduğu məkana gəlmişəm. Onları ziyarət edirəm. Bilirsiniz, bura bugün çox sakitdir. Amma mən istəyirəm ki, onlar bizi görür. Dostlar, əslində bura gəlməkdə bir məqsədim var. Çox fikirləşdim. Bilirəm ki, hamımızın bir qəhrəmanı var. Mənim də qəhrəmanım Polad dayıdır. Polad dayı, sən bizim Polad ürəyimizsən. Polad dayı, bugün burada sənin yanındayım. Mən bilirəm ki, məni görürsən, məni eşidirsən. Mən uşaq olsam da, sənin qəhrəmanlığın haqqında çox eşitmişəm. Və unutmayacaq, böyük bir ürək sahibəm. Polad dayı, sən müharibəni açar edin. Sən qonfunun qapısını bağlayıb, qələbəli qapısılarsın. Mən bugün bir estafetə başlamaq istəyirəm. Buradan bütün məşrəbi dostlarıma səslənirəm. Siz də bu estafetə qoşulun. Öz qəhrəmanınızı tanıdın.